Salam hörmətli həmkarlar və abituriyentlər. Bugün biz sizlərlə birlikdə növbəti atom quruluşu dövrü, qanun dövrü sistem mövzusuna aid olan ətraflı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. Əvvəlcə birinci çalışma ilə başladıq. Deməli, bizə verib element, x elementi, y elementi. Deyir, x-in sıra nömrəsi 19, y-in sıra nömrəsi 16-dır. X və y-dən əmələ gəlmiş birləşmənin bir molda olan atomların mol sayını və elektronların mol sayını hesablayın. Gəlin hesablayaq. Deməli, x elementidir, sıra nömrəsi 19-dur. Bilirsiniz ki, elektron formunu yazarkən əvvəlcə birinci təbəqədə 1s2 dolur. 2 elektron bura verildi. Sonra ikinci təbəqədə 2s2, 2p6 toplasaq 10 elektron elədi. Yerdə qalan 9 elektronu yerləşdirmək üçün əvvəlcə 3s2 yazacaq, daha sonra 3p6 yazacaq. Elədi 18. Daha sonra biz 4s1 yazmaqla 19 elektronu tamamlamış olduq. Deməli, x elementi 4-cü dövrdə birinci qrupun əsas yarım qrupunda yerləşir. Hardan bildik? Sonuncu elektronu 4s1-ə yazmışıq. Qarşıda yazılan 4 qrupun, daha doğrusu dövrün nömrəsini, s1 isə, yəni s-in üzərindəki bir rəqəmi isə orada x elementinin birinci qrupun əsas yarım qrupunda yerləşdiyini göstərir. Deməli, x elementi 4-cü dövr birinci qrupun əsas yarım qrupunda yerləşir və əsas yarım qrup elementləri birinci qrup üçün birvalentli olurlar. X-in üzərinə birvalentli yazdıq. İndi gəlib y-ə yazarıq. Y-in sıra nömrəsi 16-dır. Elektron formunu yazarkən yazırıq 1s2, 2 elektronu burada doldurduq. Yenə 2s2, 2p6 cəm 10 elektron elədi. 3s2 yazıb 12-yə tamamladıq. 3p4 yazmaqla isə 3s2, 3p4, 16 elektronu tamamlamış olduq. Deməli, bu y elementi 3-cü dövrdə 6-cı qrupun əsas yarım qrupunda yerləşir. Hardan bildik? Sonda yazdığımız 3 onun dövrünü göstərir. 3-cü dövrdür. S ilə P-nin cəmi isə, yəni sonuncu təbəqədəki elektronların cəmi isə bizdə orada qrup nömrəsini göstərəcək. Deməli, y elementi 3-cü dövr 6-cı qrupun əsas yarım qrup elementidir və bilirik ki, 6-cı qrup elementlərində bu kükürdü göstərir də. Ümumiyyətlə belə deyək, 6-cı qrup elementləri əsas yarım qrupda mesela oksigen olsun, kükürdü olsun və s. Bunlar bilirik ki, deməli qeyri-metallar və qeyri-metallar metallarla birləşməyə əmələ gətirən zaman minimal oksidləşmə dərəcəsini göstərir. Hardan bildik minimal oksidləşmə dərəcəsi göstərəcək? Çünki y burada qeyri-metaldır və 6-cı qrupda yerləşir. 6-cı qrup elementləri üçün minimal oksidləşmə dərəcəsi 6 çıxılsın 8, -2-dir və qeyri-metal olduğuna görə qeyri-metal bu x metalı ilə birləşmə əmələ gətirəndə öz minimal oksidləşmə dərəcəsini göstərəcək. Deməli, y burada -2 oksidləşmə dərəcəsi göstərəcək və yaxud da ki, valentli kimi düşünək bunu. Və x-imiz müsbət 1 oksidləşmə dərəcəsi göstərir, çünki metaldır. X-in bir valenti gəlib y-in indeksinə düşəcək. Y-in 2 valenti x-in indeksinə düşəndə əmələ gələn birləşməmiz x2, y1 birləşməsi, yəni başqa cür desək, x2, y yaza bilərik. Yəni x2 y birləşməsi olacaq və 1 molda olan ümumi atomların sayı 2 mol x, 1 molda y olduğuna görə 1 molda 3 mol atom görəcəyik. Birinci sualın cavabını 3 mol atom kimi cavablandırdıq. İndi ümumi elektronların sayı neçəyə bərabərdir? X-in 1 molunda 19 mol elektron var, 2 molunda 19 vurulsun 2 olacaq. Y-in 1 molda 16 elektron var. Burada da y-imiz 1 mol olduğuna görə burada da 16 elektron gördük. Ümumilikdə 19-u 2-yə vurmaqla 38, 38-in də üzərinə 16 gələndə 54 mol elektron olduğunu müəyyənləşdiririk. Ümumi elektronların sayı 54 mola bərabərdir. Belə, birinci sualı cavablandırdıq. Keçirik indi ikinci sualımızın izahına. Gəlin bu hissələri silək, keçək ikinci tapşırığımızın izahına görə ikinci tapşırıqda bizə nə deyir? Deyir, sıra nömrəsi 24 olan element atomda tək elektronların ümumi elektronların neçə faizini təşkil edir? Deməli, biz bilirik ki, sıra nömrəsi 24 və 29 olanlarda kürəsiyel simmetriya danışmışdıq dərsdə. Zaten ətraflı danışmışıq, məlumatınız var. Və sıra nömrəsi 24 olsun, sıra nömrəsi 29 olsun. Bunlarda artıq belə deyək də, əslində S tamamlanıb normalda D-yə keçmir. Bunlarda amma S tam tamamlanmamış D-yə keçir. Çünki davamlı elektron formulu, elektron konfigurasiyası çıxartmaq istəyirik. Məsələn, deyək ki, hər hansı bir x elementidir, sıra nömrəsi 24-dür. Elektron formulu yazarkən 1s2, 2s2, 2p6, yəni bu tamamlanandan sonra keçirik 3s2, 3p6. Fikirləşirik ki, sonra 4s2 yazıb 3d-ni doldurmaq lazımdır. Əgər belə olsaydı biz yazacaqdıq 4s2, 3d4. Amma 4s2, 3d4 yazanda burada yenə deyirəm, kürəsiyel simmetriya dərsdə də danışmışıq. Bunu biraz qəşəng çəkək. Deməli 3d4 yazsaq, 4s2, 3d4 yazsaq, D-də 3d4 belə deyək də, D-də 5 dənə xana var, o tamamlanmamış vəziyyətdə olur. Amma S-dən biz birini D-yə versək, yəni 4s1 yazıb 3d5 yazsaq, burada D tamamlanmış olur və davamlı elektron formulu
əldə etmiş oluruq və kürəsiyel simmetriyaya görə, yəni bir mis elementi, biz orta məktəb çərçivəsində, düzdür, başqa elementlər də var, amma orta məktəb çərçivəsində biz bir mis, bir də xrom elementində bunu görürük. Yəni sıra nömrəsi 24 və 29-da, məsəl üçün 24-də 3D 5-4 S1 şəklində yazırıq. Xrom elementində, mis elementində isə 3D14 S1 şəklində yazırıq. Normalda isə S-i doldurub 2 ilə sonra D-yə keçməlidir, amma burada belə olmur. Yenə deyirəm, dərsdə danışmışıq ətraflı. Deməli, burada 3D5-4 S1 şəklində yazacaq və burada deyir ki, tək elektron. Tək elektron deyəndə 3D5-də bilirsiniz ki, 5 xana var. 1, 2, 3, 4, 5. Və 5 xanada 5 dənə tək elektron. 1, 2, 3, 4, 5 dənə tək elektron. 4 S1-də isə 1 xana var və burada da 1 dənə tək elektron var. 3 S2, 3 P6 və s. bunlar artıq bilirsiniz ki, tamamlanmış xanalardır və burada tək elektron yoxdur. Hamısı cütləşmiş elektronlardır. Ümumilikdə 3D5-4 S1-də 6 dənə tək elektron görürük və bu 6 tək elektron ümumilikdə burada 24 elektron var. 24 elektron neçə faizini təşkil edir? Bunun üçün 6-nı 24-ə bölüb 100%-ə vursanız görəcəksiniz ki, 25%-ni təşkil edir. Sonra deyək ki, 3-cü energetik səviyyədə olan elektronların sayını tap. 3-cü energetik səviyyə bax bu səviyyədir. Baxın, bu səviyyədir. Burada da ümumi elektronların sayı 3s2, 3p6, 8 dənə, 3d5-dən də üzərinə 5 gələndə 13 ümumi elektron olacaq 3-cü energetik səviyyədə. Doğru cavab birinci sual üçün 25, ikinci sual üçün isə 13% şəklində cavablandırmış olduq. İndi isə keçirik növbəti 3-cü çalışmamızın izahına. Bunu bitirdik, keçirik 3-cü tapşırığımıza. Deyir ki, X veribdir bizə, protonları verib, ayrı veribdir. Deyir, bu ionun tərkibində proton, neytron və elektronların cəmi 55-dir. İndi X-dir, sıra nömrəsi 17-dir, kütlə ədədini 37 veribdir. Neytronlarını bilmirik, bir N hərfi ilə işarə eləyək. Bilirik ki, kütlə ədədi nəyə bərabərdir? Kütlə ədədi proton və neytronların kütləsinin cəminə bərabərdir. Başqa cür desək, proton və neytronların cəminə, daha doğrusu belə deyək, proton və neytronun cəminə bərabərdir. İndi 37 nəyə bərabər olacaq? Protonların sayı 17 üstə gəlinsin, nə? Neytronların sayı. Burada neytronların sayını tapmaq üçün 37-dən 17 çıxsaq, neytronların sayının 20 olduğunu müəyyənləşdirir. Bunu haşiyalıq gözümüz görsün. Və burada deyir ki, proton, neytron və elektronların cəmi 55-dir. İndi 17, gəlin bunu qırmızı ilə işarə eləyək. İndi bizdə nə oldu müəllimlər? Deməli, 17 bizim protonlarımızın sayıdır, neytronların sayı 20-dir, elektronların sayı haqqında məlumatım yoxdur, bunların cəmi deyir 55-ə bərabərdir. Buradan X-i tapmaq üçün yeniyərik. 50-dən 20 ilə 17-nin cəmini, yəni 37-ni çıxarıq, daha doğrusu 55-dən. 55-dən çıxacaq 17-dən 20-nin cəmi, yəni 37-ni. Bu zaman elektronların sayı 18 olduğunu müəyyənləşdirəcək. Deməli, elektron sayı 18-dir. Elektronların sayı aşağıdan sağ küncdə yazır və biz həmişə bilirik ki, protondan ionun yükü çıxılanda həmişə elektronların sayı verilir. Burada ionun yükünü müəllif burada n-dən işarə edir. Mən bu yazdığım buradakı n, o n deyil, bu neytron sayını göstərir də, yəni neytron sayı. İndi ionun yükünü balaca n-dən işarə edib müəllif orada və biz bilirik ki, protondan ionun yükünü çıxanda elektronların sayını verir. Protonumuz 17-dir. Buradan ionun yükü, yəni n çıxanda elektronların sayı, yəni 18-i əldə edərik. Buradan n-imiz bərabərdir -1-ə. Deməli, x -1 yüklənibdir. Aha, x-imiz -1 yüklənib. Bunu bildik. Bax, kənardan yaza bilərsiniz ki, x ionumuz -1, yəni mənfi yüklənmiş iondur. Yəni, n-i deyir, müəyyənləşdir. N-i tapdıq -1. Sonra deyir ki, bu ionda elektron sayını tap. İndi bizə birə-bir y elementi veribdir. Proton sayı 9-dur. İonun yükü n-dən işarə edibdir. Biz də n-i -1 tapdıq. Ona -1 yazaq. Deyir, bəs burada görəsən, bu ionda da görəsən nə qədər elektron olar. Yenə qaydamızı yadımıza salırıq ki, protondan ionun yükünü çıxanda elektronların sayını verir. Yəni, 9-dan -1-i çıxanda bizə verməlidir elektronların sayı. 9-dan -1-i çıxanda, mənfi ilə mənfi bizə müsbət verdiyinə görə, deməli 9-un üzərinə 1 gəlirik. Bu da bizə elektronların sayı, yəni 10-u verəcək. Deməli, Y ionunda elektronların sayı 10-a bərabərdir. Belə, keçirik indi 4-cü çalışmamızın izahına. Müəllimlər, bu hissələri pozaq, keçək 4-cü tapşırığımızın izahına, görək bizə burada nə deyir. Bu tapşırıqda da bizə deyir ki, deməli, X elementidir. X elementinin protonlarının sayı 20-dir. Ayrı kütlə ədədi 40-dır. 2 müsbət yüklənib. Bir, deməli, neytron, elektron sayı. Elektron sayını gəlin buradan əvvəlcə tapaq. B deyir, bunun elektronlarının sayıdır. B-ni buradan yazacaq. Yenə deyirəm, qaydamız nə oldu müəllimlər? Qaydamız belə oldu ki, protondan ionun yükünü çıxanda bizə verməlidir elektronların sayını. İndi protonumuz 20-dir. 20-dən çıxıram ionun yükünü, yəni 2-ni, mənə verəcək elektronların sayı, yəni B-ni. Buradan B-imizin 18 olduğunu tapırıq. B-yə 18 yazacaq. Buradakı B aşağıdakı B-yə bərabərdir. Yəni, bu deməkdir ki, Y ionunda elektronların sayı 18-ə bərabərdir. O zaman burada
elektronların sayının 18 olduğunu yazırıq. Daha sonra biz nə edəcəyik? Deməli, burada neutron sayını tapaq A-nı. Bilirik ki, kütlə ədədi, bax kənardan yazaq. Kütlə ədədi nəyə bərabərdir? Protonla neutronun cəminə. Mən burada neutron tapmaq üçün kütlə ədədindən protonların sayını çıxmalıyam. Yəni 40-dan 20-ni çıxmaqla mən burada neutronların sayını tapıram. Yəni neutronların sayı 40 çıxılsın 20, başqa cür desə 20-yə bərabərdir. Aha, deməli neutronların sayının da 20 olduğunu müəyyənləşdirdik. Aha, növbəti halda bizə deyir ki, N-i və M-i müəyyənləşdir. Deməli, müəllimlər, biz müəyyənləşdirdik ki, X iyonu 2 müsbət yüklənibdir. 20 protonu var, 18 elektronu var, kütlə ədədi 40-dır, neutronların sayı da 20-yə bərabərdir. İndi Y elementi üçün də neutronların sayı 20-dir. Yəni Y elementi üçün ortada 20 yazacaq neutronların sayını. Yenə Y elementi üçün kütlə ədədi 36 bərabər olacaq proton üstəgəl neutronun sayı. Neutronun sayı 20-dir, protonların sayı M-lə işarə eləyiblər. Bax, görürsünüz, aşağıda M protonların sayını göstərir də. Aşağıdan sol künc protonların sayını göstərir, aşağıdan sağ künc elektronların sayını göstərir. Buradan biz M-i, yəni protonların sayını tapmaq üçün 36-dan 20 çıxarıq. Bu da bizə verəcək 16. Deməli, M-i 16 hesabladıq, düzdürmü? Aha. İndi gəlin N-i hesablayaq. N-i necə hesablayarıq? Bax, bu Y elementi var. Y elementinin protonların sayı 16-dır. Yenə deyirəm. Protondan iyonun yükünü çıxanda, gəlin düsturu yazaq. İyonun yükü çıxanda bizə elektronların sayı verilirdi. İndi burada proton sayı 16-dır. 16-dan iyonun yükü, yəni N-i çıxanda mənə verəcək elektronların sayı 18-dir. Buradan N-imiz də mənfi 2-yə bərabər olacaq. Belə. İndi biz burada da deməli, bizə deyirdi ki, N-i tap. N-imiz olacaq mənfi 2. Aha, N-i mənfi 2 kimi müəyyənləşdirdik və bizdə deyirdi ki, burada deməli M-i hesabla, M-imizin isə 16 olduğunu əvvəlcədən müəyyənləşdirmişdik. Çalışmanın izahımıza davam edirik. Müəllimlər, bu hissələri pozaq. Keçək 5-ci tapşırığımızın izahına. Görək 5-də bizə nə deyir? Deyir ki, iyon veribdir. X iyonudur, 2 müsbət yüklənibdir. Protonların sayı A-dır, neutronların da sayı A-dır. Baxın, protonlar bura A yazıb, neutron da bura A yazacaq. Onda bilirik ki, kütlə ədədi protonla neutronun cəminə bərabərdir. Yəni, kütlə ədədi A üstəgəl A 2A-ya bərabər olacaq. Bunu bildik. Elektronların sayı deyir B-yə bərabərdir və deyir ki, B-nin A-ya nisbəti 0,9-a bərabərdir. Aha. İndi biz bilirik ki, proton sayından, yəni A-dan iyonun yükünü, yəni 2-ni çıxanda bizə elektronların sayı, yəni B-ni verməlidir. Bundan başqa müəllif deyir ki, B-ni A-ya böləndə bizə verməli idi 0,9. Buradan tapırıq ki, B-imiz bərabərdir 0,9 A-ya. Onda gətirib, bax, burada B-ni pozub yerinə 0,9 A yaza bilərəm. Düzdür mü, müəllimlər? Aha, buradan tənliyə həll eləsək, 1 A-dan 0,9 A çıxanda eləyəcək 0,1 A bərabərdir 2-yə. A-mız buradan bərabər olacaq 20-yə. Aha, A-mız 20-yə bərabər oldu. A-mız 20-yə bərabərdirsə bizdə nə deyir? Deyir, A-nın deyəsən qiymətini müəyyənləşdirdik. Tapdıq, A-nın qiymətinin 20 olduğunu tapdıq və X elementin nisbi atom kütləsini tap. Mən bayaqlar X elementin nisbi atom kütləsini 2A olduğunu yazmışdım. Baxın, burada qeyd eləmişdim. Kütlə ədədi 2A-ya bərabərdir. Protonla neutronun cəminə bərabərdir də. İndi A-mız 20-dirsə, 2A-mız da 40-a bərabər olacaq. Deməli, A-nın, yəni kütlə ədədini, başqa cür desək, X elementinin nisbi atom kütləsinin 2A, başqa cür desək, 2 vurulsun 20, 40 olduğunu müəyyənləşdirmiş olduq. Belə, 5-ci tapşırıqda həll elədik. Keçirik indi 6-cı tapşırığımızın izahına. Bunları pozuram. 6-cı tapşırıqla izahımıza davam edirik. Burada deyir ki, 3-cü dövr elementlərindən birinin baş oksidi XO-dur, digərinin baş oksidi 2O5-dir. İndi biz bilirik ki, ikinci qrup elementləri baş oksidi XO şəklində yazılır. Deməli, X-imiz ikinci qrupun əsas yarım qrupunda yerləşir. 5-ci qrupun əsas yarım qrup elementləri üçün isə baş oksidi Y2O5 şəklində yaza bilərik. Deyir, X atomunun proton sayını tap. İndi deməli, X elementi 3-cü dövrdə ikinci qrupun əsas yarım qrupunda yerləşir. 3-cü dövrdə X elementi 3-cü dövrdə ikinci qrupun əsas yarım qrupunda yerləşir. Onda 1s2, 2s2, 2p6 yazıb ikinci dövrü tamamlayıram. Sonra 3-cü dövrə keçəndə 3-cü dövr ikinci qrupun əsas yarım qrupu 3s2 olacaq da, düzdürmü? Aha.
İndi X-in protonların sayını hesablasaq, 2 burada, 2 burada, 6 burada. Toplasaq 10, üzərinə də 2 gəlsək 12. Deməli, X-in protonlarının sayı neçəyə bərabərdir? 12-yə bərabər olacaq. Birinci sualın cavabını 12 kimi cavablandırdıq. Sonra deyir ki, Y atomının minimal oksidaşma dərəcəsini hesablayın. Y 5-ci qrup elementidir. Bilirik ki, 5-ci qrup elementlərində metal deyirlər, qeyri-metaldırlar, əsas yarım qrupda olanlar və onlar üçün minimal oksidaşma dərəcəsini tapmaq üçün 5-dən 8 rəqəmini çıxacağıq. Ümumiyyətlə, qrup üzrə minimal oksidaşma dərəcələrini tapanda birinci qrup, ikinci qrup, üçüncü qrupda əsasən metallar olduğuna görə onların minimal oksidaşma dərəcəsi 0 olur. Amma dördüncü qrupdan başlayaraq minimal oksidaşma dərəcəsini tapanda qrup nömrəsindən 8 rəqəmi çıxılır. Məsəl üçün 4-ün minimalı 4 çıxılsın 8, 5-in minimalı 5 çıxılsın 8, yəni -3 oksidaşma dərəcəsi olacaq. Belə, növbəti keçdiyi 7-ci çalışmanın izahına bu hissələri pozuram, 7-ci çalışmanın izahımıza davam edirik. 7-ci çalışmada deyir ki, T və L-in əmələ gətirdiyi birləşmə molekulunda elektronların sayını tap. İndi gəlin baxaq, T harada yerləşir? T 3-cü dövrdə 1-ci qrupun əsas yarım qrupunda yerləşir və 1-ci qrupun əsas yarım qrup elementləri birvalentli olurlar. O zaman T üçün birvalentli yazaq, sabit birvalentli elementlərdir. L-ə də gələndə L 7-ci qrupda, 3-cü dövrdə 7-ci qrupun əsas yarım qrupunda yerləşir və 7-ci qrup elementləri üçün minimal oksidləşmə dərəcəsi 7 çıxılsın 8 -1-dir. T-miz metaldır, L-imiz qeyri-metaldır. Metal qeyri-metal birləşmə yaradanda qeyri-metal öz minimal oksidləşmə dərəcəsini göstərir. Deməli, L T ilə birləşmə yaradanda minimal -1 oksidləşmə dərəcəsini göstərəcək. Başqa cür desək birvalentli olacaq və TL birləşməsini əmələ gətirəcək. İndi deyir ki, TL birləşməsini əmələ gələndə burada molekulda elektronların sayını tap. İndi TL birləşməsində T 3-cü dövr 1-ci qrupun əsas yarım qrup elementidir. T üçün 3-cü dövr 1-ci qrupun əsas yarım qrup elementi olduğuna görə elektron formunu yazarıq 1s2, 2s2, 2p6, 3s1 kimi. Toplasaz 2 dənə 1-ci dövrdə, 8 dənə 2-ci dövrdə, 1 dənə də 3-cü dövrdə, 8 dənə 2-ci dövrdə, 1 dənə də 3-cü dövrdə olanda 11 elektron oldu. Deməli, T'nin 11 elektronu var. Elə də gələndə L də 3-cü dövr 7-ci qrupun əsas yarım qrup elementidir. O zaman onun da elektron formulu olacaq. Deməli, 1s2, 1-ci dövr tamamladıq. Daha səliqəli yazaq. 1s2, daha sonra 2s2, 2p6, daha sonra 3s2, 3p5 yazmaq lazım ki, 3-cü dövr 7-ci qrupun əsas yarım qrup elementi olsun. Və elektronların sayını toplasaz 17 elektron olacaq. Birində 11, birində 17, toplayanda 28 elektron olacaq. Deməli, A-mız bərabər olurdu neçəyə? A-mız bərabər olacaq 28-ə. Növbəti halda deyir ki, X və Y-in əmələ gətirdiyi birləşmə molekulunda rabitə yaranmada iştirak edən elektronların sayını tap. İndi gəlin X-dan Y-ə baxaq. X-imiz 1-ci dövr 1-ci qrupun əsas yarım qrup elementidir, yəni hidrogendir. X-a hidrogen yazaq. Y-ə də gələndə Y-də 2-ci dövr 5-ci qrupun əsas yarım qrup elementidir. 2-ci dövr 5-ci qrupun əsas yarım qrup elementi də hansıdır? Çoxumuz amonyak olduğunu bilirik, üzr istəyirəm, azot olduğunu bilirik. Yəni bu maddədə amonyak olacaq zaten. Amma yenə də abituriyentdir, təzə başlayıb hazırlığa bilmir necə yazacaq. Deyək ki, Y-imiz 5-ci qrupdadır və 2-ci dövrdədir. 2-ci dövr elementi 5-ci qrup üçün 1s2 yazırıq, 2s2 yazırıq, 2p3 yazırıq da. Dövrün nömrəsi 2, bax bu qabaqda yazdığımız əmsal kimi olandır. Qrup nömrəsi də sonuncu dövrdəki elektronların cəmini toplayırıq da. İkinci dövrdə 2 ilə 3-ün cəmi 5 verəcək. Yəni bu ikinci dövr 5-ci qrup elementidir. İndi ikinci dövr 5-ci qrup elementi qeyri-metaldır. Qeyri-metallar metallarla birləşmə yaradanda minimal oksidləşmə dərəcəsi yaradırlar, əmələ verirlər. İndi düzdür, burada hidrogen metal deyil, söz yox, amma elektromənfiliyi azotla müqayisədə aşağı, azotun elektromənfiliyi daha çoxdur, hidrogen elektromənfiliyi azdır. Yəni birləşmə əmələ gələndə burada belə deyək də azot öz minimal oksidləşmə dərəcəsi -3 göstərəcək, hidrogen isə müsbət 1-ni göstərəcək və əmələ gələn birləşmə NH3 olacaq. İndi NH3-də necə yazırıq? NH3, bax azot ətrafına da 3 dənə hidrogen düzür və ətrafına belə deyək, hidrogenləri düzdük və göründüyü kimi amonyakda 3 mol, 1 mol amonyakda 3 mol rabitə var və 1 mol rabitəni həmişə 2 mol elektron yaratdığına görə 3 mol rabitəni 6 mol elektron yaradacaq. İndi molekul deyəndə də bir molekulda da rabitə əmələ gətirən elektronların sayı 6 elektrona bərabər olacaq. Rabitə əmələ gətirən elektronların sayının da 6-ya bərabər olduğunu tapdıq. Yəni rabitə sayını 2-yə vurmaqla hesablaya bilərsiniz. Növbəti 8-ci çalışma ilə izahımıza davam edirik. Deyir, elementlər veribdir. Və bu elementlərdə valent elektronlarının sayı. Valent elektron deyəndə S ilə P-dəki elektronların cəmi toplanır. X-in valent elektronları deyəndə S-də 2, P-də isə A qədər elektronu var. Y-in valent elektronları deyəndə isə S-də 2 dənə, P-də isə B dənə elektronlar var və bu elektronların cəmi bizə verməlidir 10. Deməli 4 üstə gəlinsin A üstə gəlinsin B bərabər olacaq 10.
Sonra deyir ki, X elektromənfiliyi ən böyük olan elementdir. Biz bilirik ki, elektromənfiliyi ən böyük olan element flordur. Onun da elektron formulu 2s2, 2p5 şəklində yazılır. O zaman A-nı 5 qəbul elədik. Düzdürmü? Baxın, məndən burada. Deməli, A-nı neçə qəbul elədik? 5 qəbul elədik. Bir dəqiqə. Aha, A-nı 5 qəbul edik. 2s2, 2p5 yazmalıyıq. O zaman A-mız 5-ə bərabərsə, bu da A-nı pozub yerinə 5 yazarıq. Deməli, B-miz bərabər olacaq neçəyə? 1-ə. Gördünüzmü? B-miz 1-ə bərabər olacaq. Çünki 4 ilə 5-in cəmi 9 oldu. Ondan 9 çıxarıb B-nin 1 olduğunu müəyyənləşdirdik. Aha, indi bizə deyir ki, B-ni tap, B-ni 1 tapdıq. Bu heç söz yox. Deyir, X elektromənfiliyi ən böyük olan element isə A-nı müəyyən. Yaxşı, A-nı da tapaq. A-nı necə tapmışdıq? Deməli, 5 olduğunu əvvəlcədən demişdim A-nın. Zaten onu əvvəlcədən müəyyənləşdirmişdik A-nın 5 olduğunu. Aha, B-miz də nədir? 1-ə bərabərdir. Belə, yəni, artıq buradan məsələni həll etmiş olduq. 9-cu çalışma ilə nizamımıza davam edirik. Müəllimlər, gəlin görək 9-da bizə nə deyir? X atomunun normal vəziyyətdə xaric təbəqəsindəki elektronların sayı A-ya bərabərdir. X-i yazırıq, bayaqlar dediyim kimi, müəllimlər, o deməli, kürəsiz simmetriya qaydasına əsasən biz 24, bir də 29-da orta məktəb çərçivəsində keçdiyimizə əsasən deyirəm. Elektron formulu yazarkən D-nin, daha doğrusu S-in tamamlamamış D-yə keçirdikdə elektron formulu necə yazacaq? 1s2, 2s2 yazacaq. Daha sonra 2p6, 3s2, 3p6. Daha sonra əslində 4s2 yazıb 3d4 yazmalıydı, amma elə yazmayacaq. Çünki burada yenə deyirəm, bayaq izah elədiyim kimi biz davamlı elektron formulu əldə etmək istəyirik. Ona görə də 3d5 yazıb 4s1 yazırıq. Yəni S-də 1-i tamamlayırıq. 2-ni yazmamış keçirik D-ni tamamlamağa ki, davamlı elektron formulu əldə edə bilək. Bir də misdə bu olur. 3D10, 4S1 yazırıq misdə. Bu da xromdur. 3D5, 4S1 şəklində yazılacaq. İndi burada deyək ki, normal vəziyyətdə xarici təbəqədəki elektron. Xarici təbəqə deyəndə sonuncu təbəqə nəzərdə tutulur. Sonuncu təbəqəmiz 4-cü təbəqədir və burada 1 elektron var. Deməli, A-mız 1-ə bərabərdir. Sonra da bizə deyir ki, 9-cu çalışmada, deməli, Y-in sıra nömrəsi 9-dur. 9-dursa sıra nömrəsi elektron formulu olacaq 1s2, 2s2, 2p, deməli 2p5, düzdürmü? Baxaq görək düzmü oldu? 5, 6, 50 belə oldu və Y-imiz ikinci dövrü 7-ci qrupun əsas yarım qrupunda yerləşdir. Yazırıq kənardan. İndi Z-də də gələndə Z-in sıra nömrəsi 13-dür. Elektron formulu olacaq 1s2, 2s2, 2p6, 10 tamamlandı. Sonra 3s2, 3p1 yazarıq ki, 13 elektronu tamamlaya bilək və daha doğrusu Z elementimiz 3-cü dövrdə 3-cü qrupun əsas yarım qrupunda yerləşir. 1-2, 3-cü dövr 3-cü qrupun əsas yarım qrup elementi metal olacaq və Z-imiz metal olduğuna görə metallar da deməli birləşmələrdə qrupa uyğun valentlik göstərir. Məsələn, Z 3-cü qrupda yerləşdiyinə görə əsas yarım qrup metallardan söhbət gedir. Müsbət 3 oksidləşmə dərəcəsi göstərəcək. O ki qaldı Y-ə. Y-imiz qeyri-metaldır və qeyri-metallar və metallar birləşmə yaradan zaman bayaqlar dediyim kimi qeyri-metal adətən öz minimal oksidləşmə dərəcəsini göstərir. Y-imiz 7-ci qrupda yerləşir. 7-dən 8 çıxmaqla Y-in minimal mənfi bir oksidləşmə dərəcəsi göstərini tapırıq. O zaman Y mənfi bir oksidləşmə dərəcəsi göstərəcək. Z-imiz isə müsbət 3. Əmrə gələn birləşmənin formulu Y3Z. Başqa cür desək, Z Y3-də yaza bilərik. İndi bizə deyir ki, bu birləşmədə, yəni əmrə gələn birləşmədə atomların ümumi sayını hesabla. Z-də 1, Y-də isə 3 atom olduğuna görə toplayanda cəm 4 atom verəcək bizə. Ona görə də 9-da ikinci çalışmanı da 4 şəklində cavablandırmış olduq. Belə, keçirik indi növbəti ətraflı cavab tələb olunan tapşırıqlardan 10-cu sualın izahına. 10-cu sualda bizə deyir ki, XO4 mənfi ionudur. Gəlin yazaq XO4 mənfi 1 ionu. İndi X-in elektronlarının sayını X-dan işarələyir, çünki bilmirəm nə qədər elektronu var. Üzərinə gəlirəm, oksigenin 1 molunun 8, 4 molunun isə 8 rulsun 4, 32 mol elektronu var və biz bilirdik ki, deməli, mənfi bir yükləmə nə deməkdir? Bir elektron qəbul olunubdur. Bu ion XO4 mənfi bir şəklindədir. Bir elektron qəbul olunmuş vəziyyətdədir. Bir elektron qəbul edildiğinə görə üzərinə bir elektron da gəlir və ümumi elektronların sayının 58 olduğunu müəyyənləşdiririk. Buradan X bərabər olacaq 58 çıxılsın 33-ə. 58-dən də 33 çıxsaq, bizə neçə verəcək? Gəlin ona baxaq. Deməli, 58-dən çıxaq 33-ü. Bizə verəcək haradasa 25. O zaman X-in sıra nömrəsi 25-dir. X-in sıra nömrəsi 25 isə elektron formulunu yazmaq üçün əvvəlcədən həmişə 1s2, 2s2, 2p6 yazırıq. Zaten 10 dənəsi getdi, qaldı 15. 15 tapmaq üçün yazırıq 3s2, 3p6, elədi 18.
daha doğrusu 15'dir. 15'i elə bil 15'i tamamlamaq üçün elə bil ki, qabaqdan 1 eski, 2 eski, 2 pi 6, 10 dənəsi getdi. Yerdə qaldı 15 dənə. 15 dənədən daha doğrusu 8 dənəsi burdadır. 3 eski, 3 pi 6 şəklində. Sonra 4 eski yazsaq 10, qaldı 5 dənəsi. Onda 3D5 şəklində yazsaq kifayətdir. Deməli, birləşmə X elementinin elektron formulu olacaq 3D5, 4 eski şəklində və bu dövrü sistemdə mövqeyini müəyyənləşdirsək, daha doğrusu 4-cü dövrdə, çünki 4 eski yazmışıq, axırıncı əlimizdə 4 eski 4-ə yazmışıq. Deməli, bu element 4-cü dövr elementidir. Deməli, X elementinin biz 4-cü dövr elementi olduğunu müəyyənləşdirdik. X-in dövrü sistemdə mövqeyi 4-cü dövr elementidir. Bəs qrup nömrəsi də 2 olacaq. Qrup nömrəsini tapmaq üçün biz nə edirik? S ilə D-nin üstünü toplayırıq. S-də 2, D-də 5, toplayanda 7 verdi. Deməli, bu element 4-cü dövrdə 7-ci qrupda yerləşir, amma əlavə yarım qrup olacaq. Niyə əlavə yarım qrup deyəcək? Çünki axırıncı əlimizi biz gəlib D-yə yazmışıq. D-yə yazmaq nə deməkdir? Yəni, S-ə yazanda bu əsas yarım qrup olur və ya da P-yə yazanda. D-yə yazanda isə D elementləri artıq əlavə yarım qrup elementləri olurdu. Ona görə buna əlavə yarım qrup element deyəcək. Deməli, X-imiz 4-cü dövrdə 7-ci qrupun əlavə yarım qrupunda yerləşir. Bunu belə müəyyənləşdirdik. Və deyir, X atomda P elektronların sayı bütün elektronların neçə faizini təşkil edir. İndi X-in əvvəlində mən burada qısa yazmışam da, yazmalıydıq 1 eski, tamamlayıq, sonra yazmalıydıq 2 eski, 2 pi 6, 2 pi 6-da P-də 6 dənə var. 3 eski, 3 pi 6, yenə də P-də 6 dənəsi var. Cəm 12 dənə P elektronu olacaqdı. Ümumi elektronlarımız da 24-dür. Üzr istəyirəm, 25-dir. İndi 12 də 25-in neçə faizini təşkil edəcək? Bunun üçün mən 12-ni 25-ə bölüb 100%-ə vuraram, düzdürmü? Aha, bu zaman 100 ilə 25 ixtisar gedər. 12-ni 4-ə vursaq, eləcə 48%-ni təşkil edir. İkinci sualın da cavabını 48% şəklində cavablandırmış olduq. Növbəti 11-ci çalışma ilə izahımıza davam edirik. Görək 11-də bizə nə deyir? 11-də deyir ki, X elementi, Y elementi var. X elementi 3-cü dövrdə yerləşir və S elektronların sayı A, P elektronların sayı isə A üstə gəlinsin 4-ə bərabərdir. Y elementi isə 2-ci dövrdə yerləşir. Deməli, X elementi 3-cü dövr elementidir. Deməli, 3-cü dövrdə isə elektron formulu olacaq 1 eski, 2 eski, 2 pi 6. İndi 3 yazıram. S-i də var, P-si də var. Deməli, 3 eskisi var. Deməli, dəqiq bildik ki, A-mız 2-yə bərabərdir. Çünki normal halda yarım səviyyələr yox, bir dəqiqə üzr istəyirəm. 3 eskisini var, sonra da 3 P-yə keçəcək bir dəqiqə, amma P-də nə qədər olduğunu bilmirəm. Burada 3-cü dövrdəki S elektronlarını demir ha. Onda desəydi deyərdi 2-dir. Bizdə deyir ki, normal halda yarım səviyyələrdə, yəni bütün yarım səviyyələrdəki S elektronların sayı. Yaxşı, gəlin görək bütün yarım səviyyələrdə nə qədər S elektronumuz var. 1, 2, 3, 4, 5, 6. Deməli, A-mız 6-ya bərabərdir. İndi bütün yarım səviyyələrdə P elektronların sayını tapmaq üçün A-mız 6-dırsa, 6 üzərinə 4 gəlsək, onda P elektronların sayı cəmi 10 olacaq. İndi 2 pi 6-da zaten 16 dənə P elektronumuz var. Ümumilikdə 10 dənə P elektronu olmalıdırsa bütün yarım səviyyələrdə. Bunun 6-sı ikinci yarım səviyyədə olursa, deməli 4-ü də olacaq üçüncü yarım səviyyədə. Onda mən bunu 3 eski 3 P4 yazaram ki, üçüncü yarım səviyyədəki P-yə də 4 dənə P elektronu düşsün. İkinci yarım səviyyədəki 6 dənə P elektronla birlikdə ümumilikdə 10 dənə P elektronumuz olsun. Deməli biz nə olduq? Nə tapdıq? A-nı 6 tapdıq. Və bu digərinə də A üstə gəlsin 4, yəni P elektronlarının sayı da bütün yarım səviyyələrdə 10 dənə olduğunu müəyyənləşdirir. Yəni X-in biz 3 eski 3 P4, yəni kükürt olduğunu müəyyənləşdirdik. Yəni 3-cü dövr 6-cı qrup elementi olduğunu müəyyənləşdirdik. İndi Y-ə baxaq. Y-də deyir ki, deməli ikinci dövr elementidir. Yazaq 1S2, 2S2, 2P. Dəqiq bilir ki, P-si var. Hardan bilir? Çünki P üçün B üstə gəl 1 yazıbdır. Onda bütün yarım səviyyələrdə olan S elektronların sayı 1 eski, 2 eski deyəndə, deməli bütün yarım səviyyələrdə birinci yarım səviyyədə və ikinci yarım səviyyədə ikisində birlikdə 4 dənə S elektronu var. Deməli B-miz 4-ə bərabərdir. 4-ün üzərində 1 gələndə 5 eləyəcək. Deməli bütün yarım səviyyələrdəki P elektronların sayı 5 olacaq. Burada da zaten ikinci yarım səviyyədə ancaq P elektronu ola bilər. O da P elektronların sayı 5-ə bərabərdir. Deməli 2 eski 2 P5-də mən yazdım Y üçün. İndi ilkimiz olacaq fluor, 2 eski 2 P5 fluoru göstərir. X-imiz olacaq kükürt. İndi bunların əmələ gətirdiyi birləşmə S fluor 6-dır. Bunu zaten biz bilirik.
lap belə olduğunu bilməsək belə, Y-imiz ikinci dövr 7-ci qrup elementidir və bu bir variantli olur. Minimal oksidləşmə dərəcəsi -1-dir. Yəni Y üçün minimal oksidləşmə dərəcəsi -1 yazacaq. O ki qaldı X-ə, 3-cü dövr 6-cı qrup elementidir. Deməli, Y-imiz bilirik də, yəni 7-ci qrupda yerləşirsə, elektromənfiliyi daha böyük olacaq. Elektromənfiliyi böyük olduğuna görə mənfi oksidləşmə dərəcəsi göstərəcək. 7-dən 8 çıxmaqla minimalı -1 olduğunu bildik. İndi Y-imiz -1-dir, X-imiz müsbət göstərəcək və X-imiz də 6-cı qrup elementi olduğuna görə müsbəti, yəni maksimumu 6-cı qrup üçün müsbət 6 olacaq. Deməli, əmələ gələn birləşmə XY6 olacaq və ya da ki, S-6 bilənlər S-6 olduğunu bilir, bilməyənlər də mən dediyim şəkildə yazacaqlar XY6 şəklində. İndi əmələ gələn birləşmənin formulunun XY6 olduğunu müəyyənləşdirmiş olduq. 12-də də deməli doğru cavabın, daha doğrusu 11-də üzr istəyirəm. 11-də də doğru cavabı bax bu şəkildə müəyyənləşdirdik. Deməli, nə tapdıq? Bizdən nəyi tələb eləyirdi? Bizdən soruşurdu ki, X-in dövrü sistemdə mövqeyini müəyyənləşdir. X-imiz 3-cü dövrdə 6-cı qrupun əsas yarım qrupunda yerləşir. Daha sonra da bizə deyirdi ki, deməli, Y-in əmələ gətirdiyi X-la birləşmənin formulunu tap. XY6 şəklində müəyyənləşdirdik. Belə, 11-ci çalışmanı bitirəndən sonra keçirəm 12-ci çalışmamızın izahına. Bu hissələri pozaq, keçək 12-ci çalışmamızın izahına görə 12-də bizə nə deyir? Deyir ki, X 3-cü dövr elementidir, həmçinin Y-də, həmçinin Z-də. Normal halda yarım səviyyədə olan S elektronların sayı. Hamısında S də var, P də var. İndi gəlin X-i yazaq. X 3-cü dövr elementidirsə, zaten elektron formulu 1s2, 2s2, 2p6 tamamlanmalıdır. İndi S-i də varsa, P-si də varsa, deməli 3s2 dəqiq tamamlanır, amma 3p-də nə qədər var, hələ bilmirəm. Və normal halda bütün yarım səviyyələrdə olan S elektronların sayı 2, 4, 6. Hamısında 6 var. Deməli, A-mız 6-dır. A-mız 6-dır. İndi hələ ki, Y, Z üçün demirəm, amma X üçün A-nı 6 tapdıq. Y-Z-də birazdan baxacaq. Niyə? Çünki X üçün hələ P-ni də tapaq görə X hansı element olacaq. İndi deyir ki, normal halda yarım səviyyələrdə olan elektronların sayı P üçün yenə A6-dır. Onda belə çıxır ki, X üçün 2p6-da zaten 6 dənə p elektron var. Onda belə çıxır ki, 3-cü yarım səviyyədə X-in p elektronlarının sayı 0-dır ki, yalnız A qədər, yəni 6 dənə p elektronu vardı X-in. O da 2p6-da 6 dənəsini zaten tamamlayıb. Deməli, 3-cü yarım səviyyədə p üçün X-də 0 yazacaq. Deməli, X-in elektron formulu 3s2 oldu. 3-cü dövr 2-ci qrup elementidir. Yəni, 2 valentli metaldır. X-ə yazırıq 2 valentli metal. Çünki sonuncu təbəqəsində 1 elektronu, 2 elektronu, 3 elektronu olanlar zaten metallar idi. Bir dənə orada bor, hidrogen, heliumdan başqa. İndi 3s2, 3-cü dövr 2-ci qrup elementidirsə, əsas yarım qrupsa zaten metal olduğunu bilirik. İndi Y-ə keçək. Y-də elementi olduğuna görə elektron formunu yazırsınız 1s2, 2s2, 2p6. 3-cü dövr elementi olduğuna görə 3s2 yazdıq və P-də də elektronları var və A-mız 6-dırsa 6-nın üzərində 2 gəndə 8 dənə P elektron olmalıdır. İndi bu 8 P elektrondan 6-sı ikinci dövrdə yerləşirsə, 8-dən 6 çıxmaqla yerdə qalan 2 dənə S elektronunu, daha doğrusu 2 dənə P elektronunun 3-cü təbəqədə olduğunu müəyyənləşdiririk. Cəm burada yarım səviyyələrdə 8 dənə P elektron olmalıdır. 8 dənə P elektronun 6-sı ikinci təbəqədə yerləşirsə, yerdə qalan 2 dənə P elektronu da 3-cü təbəqədə yerləşəcək. Onda onun elektron formu olacaq 3s2, 3p2 şəklində. Belə, bunu müəyyənləşdirdik. Keçirik indi Z elementinə. Z elementinin isə deməli 6 dənə nə var? S elektronu var və 3-cü dövr elementidir. 1s2, 2s2, 2p6 yazdıq, 3s2 yazdıq və 6-nın üzərinə də, bax, A-mız 6-da, düzdürmü? 6-nın üzərinə 5 gələndə bizə verəcək 11. 11 dənə P elektron olmalıdır. Bunun 6-sı ikinci təbəqədə yerləşirsə, 11-dən 6 çıxanda yerdə qalan 5 dənə P elektronu 3-cü təbəqədə yerləşəcək. Deməli, 3s2, 3p5 şəklində Z-in də elektron formulunu yaza bilərik. Deməli, Z-in də elektron formulu nə oldu? 3s2, 3p5 şəklində oldu. Belə, indi bizə deyir ki, X-in Y-dən əmələ gətirdiyi birləşmə. İndi X-imiz oldu metal, çünki ikinci qrupda yerləşirdi. Üçüncü dövr ikinci qrup elementidirsə, əsas yarım qrupda yerləşirsə, deməli metaldır. X-imiz metaldır. Y-ə gəldikdə Y-imiz qeyri-metaldır. Hardan bildik qeyri-metaldır? Ümumiyyətlə, mənləri yadda saxlayın ki, hansı elementin xarici təbəqəsində 1 elektron, 2 elektron və ya 3 elektron olarsa, onlar olacaqlar metal. Bir dənə hidrogen, helium və bordan başqa. Bunlardan başqa yerdə qalanları hamısı zaten metaldılar.
və artıq burada xarici təbəqədə 4 elektron gördüksə, deməli 4 elektron metal olmayacaq. Bu olacaq qeyri-metal. İndi X ilə Y birləşmə yaradırsa, qeyri-metal metalla birləşmə yaradır. O zaman qeyri-metal öz minimal oksidləşmə dərəcəsini göstərəcək. 4-cü qrup elementlər üçün minimal oksidləşmə dərəcəsini tapmaq üçün 4-dən 8 rəqəmini çıxırıq, eləyir -4. Deməli Y-imiz X ilə birləşmə yaradanda -4, X-imiz də Y ilə birləşmə yaradanda müsbət 2 göstərəcək. Çünki X-imiz metaldır. O zaman əmələ gələn birləşmə olacaq X4, Y2, ixtisar aparandan sonra qalacaq X2, Y birləşməsi. Deməli 12-də biz belə deyək də birinci sualın cavabının X2, Y olduğunu müəyyənləşdirdik. Sonra deyir ki, Y-nin Z ilə əmələ gətirdiyi birləşmə. Yaxşı, gəlin onu da qara rənglə işarə eləyək. Y-in Z ilə əmələ gətirdiyi birləşmə. Y-imiz yazdıq və Z-i də yazdıq. Z-imiz olacaq 3s2-3p5. 3-cü dövr 7-ci qrupun əsas yarım qrup elementi və daha elektromənfi elementdir. Çünki 7-ci qrup elementlər daha elektromənfi olurlar. O zaman Z daha elektromənfi olduğuna görə 7-dən 8 çıxanda minimal oksidləşmə dərəcəsi -1-i göstərəcək. Y-imiz isə Z-ə baxanda daha elektromənfiliyi az olduğuna görə bu da 3-cü dövr 4-cü qrupun əsas yarım qrup elementidir. Elektromənfiliyi az olduğuna görə Z ilə birləşmə əmələ gətirəndə müsbət oksidləşmə dərəcəsini göstərəcək və Y-də müsbət 4 oksidləşmə dərəcəsi göstərəcək. Əmələ gələn birləşmənin formulu YZ4 olacaq. Və yaxud da ki, silisium xlor 4. Yəni burada artıq biz bilirik ki, Y-imiz silisiumdur. Yəni bilənlər bilir, müəllimlər çox işləyəndə artıq bilirlər ki, 3-cü dövr, 3-cü dövrdə 4-cü qrupda hansı element yerləşir? Silisium. Z üçün 3-cü dövr 7-ci qrupda hansı element yerləşir? Xlor. Buradan bilir ki, silisium xlor 4 birləşməsindən söhbət gedir. Yəni bax bu şəkildə formulları da müəyyənləşdirmiş olduq. Növbəti 13-cü çalışma ilə izahımıza davam edirik. Deyir ki, X və Y atomlarının protonlarının cəmi 40-a bərabərdir. Sonra da deyir ki, fərqi isə 8-ə bərabərdir. Deməli, X-in protonlarını X-dan işarə eləsək, Y-in protonlarını Y-dan işarə eləsək, bunların cəmi 40 verəcək. Amma deyir, fərqi isə 8-dir. Yəni, X-in protonlarından Y-in protonlarını çıxsaq, fərqimiz 8 eləyəcək. Buradan tənliyə keçdik, sistem tənliyə keçdik. Buradan X-imiz yuxarıda bərabərdir 40 çıxılsın Y-ə. Bunu aşağıda gətirib əvəzləsək, X-in yerinə yazacağım 40 çıxılsın Y. Buradan da Y çıxanda mənə 8 verməlidir. Buradan 2Y-imiz bərabər olacaq 32-yə, Y-imiz bərabər olacaq 16-ya. Gəlib bax, buradan yerinə qoyanda Y-i 16 tapdıqsa, X-imiz neçəyə bərabər olacaq? 40. X-i tapmaq üçün 40-dan çıxarıq 16-nı, düzdürmü? Yuxarıda yerinə qoysaq və aşağıda yerinə qoysaq, X-i da 40-dan çıxanda 16-nın 24 olduğunu müəyyənləşdirərik. Deməli, X-imiz 24, Y-imiz isə 16-ya bərabərdir. İndi deyir ki, bu iyonlarda elektronların sayını tap. İndi yaxşı, XO4 2 mənfi iyonu. XO4 2 mənfi iyonunda elektronların sayını tapmaq üçün X-in elektronların sayının üzərinə gələrəm. Oksigində 8-də, indeksdə 4 var. 8-i 4-ə vursaq 32. Mənfi 2 yükləmə o demək ki, 2 elektron qəbul olunubdur. Ümumilikdə burada deməli elektronların sayı olacaq X üstə gəlinsin 34. X-də zaten bir 24 tapmışıq. 24 ilə 34-ü cəmləsək, 24 ilə deməli 34-ü cəmləyəcək də, düzdürmü? Çünki X-imiz 24-dür zaten. 24 ilə 34-ün cəmi mənə verəcək 58. İndi YO4 2 mənfidə də elektronların sayını tapmaq üçün Y-in elektronlarının sayının üzərinə gələrəm. 1 oksigenin 8, 4 oksigenin 32 elektronu var. Mənfi 2 yükləmə o demək ki, yenə 2 elektron qəbul olunub. Onda burada da Y üstə gəlinsin 34 elektron olacaq. Y-imiz 16 olduğuna görə 16-dan 34-ün cəmi mənə verəcək 50. Deməli, buradakı YO4 2 mənfidəki elektronların sayında 50 olduğunu müəyyənləşdirmiş olduq. Beləliklə 13-cü çalışmanı da yekunlaşdırdıq. Gəldik 14-cü çalışmamızın izahına. Bu hissələri pozuram. 14-dən izahımıza davam edirik. Görək bizə 14-də nə deyir? 14-də də deyir ki, dövrü sistemdə göstərilmiş əsas yarımqrup elementlərinin əmələ gətirdiyi birləşmədə elektronların sayını və birləşmədə ilk uyğun iyonun qısa elektron formunu yaz. Dövrü sistem veribdir, göstərilmiş əsas yarımqrup elementlərini verib, əmələ gətirdiyi birləşmədə elektronların sayını deyir tap. Aha, indi gəlin baxaq. Y-imiz 3-cü dövrdə 2-ci qrupun əsas yarım qrupunda yerləşir. Deməli, Y-imiz metaldır. Metallar birləşmədə müsbət 2 oksidləşmə dərəcəsi göstərir. X-imiz 2-ci dövrdə 5-ci qrupun əsas yarım qrupunda yerləşir. Deməli, qeyri-metaldır. 1-ci, 2-ci, 3-cü qrupda olanları metal götürür. Bir dənə bordan başqa. Bor 3-cü qrupda yerləşir 2-ci dövrdə. Bax, burada bir dənə onu qeyri-metal götürür. Yerdə qalanlar hamısı olacaq nə? Deməli, metal.
İndi burada x-imiz artıq 5-ci qrup elementi olduğuna görə qeyri-metal olacaq. X-imiz qeyri-metaldır, 5-ci qrupda yerləşir və x-in minimal oksidləşmə dərəcəsini tapmaq üçün qrupun nömrəsindən, yəni 5-dən çıxacam 8 rəqəmini, eləcə -3. Niyə görə minimal tapdım? Çünki qeyri-metallarla metallar birləşmə yaradanda minimal oksidləşmə dərəcəsi göstərir. Deməli, x-imiz minimal -3 oksidləşmə dərəcəsi göstərəcək. Əmələ gələn birləşmənin formulu x3, y2 olacaq. Yəni, x-in 3-ü gəlib y-in indeksinə düşəcək. Y-in ikisi isə x-in indeksinə düşəcək. Əmələ gələn birləşmənin formulunun y3, x2 maddəsi olduğunu müəyyənləşdirmiş olduq. Növbəti halda bizdən nə soruşur? Deyir ki, deməli, dövrü hissədə göstərilmiş əsas yarımqrup elementlər əmələ gətirib birləşmədə elektronların sayını tap. Yaxşı, elektronların sayını tapmaq üçün nə edərik? Baxın, y-imiz 3-cü dövr 2-ci qrup elementidir də, düzdürmü? Y-imiz 3-cü dövrdə yerləşir, 2-ci qrup elementidir. 3-cü dövr elementi olmaq üçün 1s2, 2s2, 2p6 tamamlanmalıdır. Sonra 3s2 yazacağıq. Niyə? Çünki 3-cü dövr sonda yazdığımız 3 rəqəmdir. S2, S-dəki elektronların sayı 2 dənədir. Deməli, bu S ilə P-nin cəmi toplanır əslində əsas yarım qruplarda. İndi burada P yoxdur, ancaq S-də 2 dənə var. Deməli, 3S2 3-cü dövr 2-ci qrup elementi olduğunu göstərir bunun. 2-ci qrupun əsas yarım qrup elementi olduğunu göstərir. Toplayanda burada 2 elektron, ikinci təbəqədə 8, topladıq 10, 3S2-də də 2 dənə, cəm 12 dənə elektron var. Deməli, Y-in 12 elektronu olacaq. 12-ni vururuq Y-in indeksindəki 3-ə, elədi 36 elektron. Üzərinə gəlirik X-ə. X-də də 2-ci dövr 5-ci qrup elementidir. X-in 2-ci dövr elementi olduğuna görə yazıram 1s2. 5-ci qrup nə deməkdir? S ilə P-ni toplayanda 5 verməlidir. Yəni 2s2, 2p3 yazsaq, S ilə P-nin cəmi mənə 5 verəcək. Deməli, X elementi həqiqətən 2-ci dövr 5-ci qrup elementi kimi göstəriləcək. Və elektronların sayını toplayanda S-də 2 dənə, ikincidə də S2P3-də də 5 dənə, cəm 7 elektron oldu. Deməli, X-in elektronların sayı 7-dir. İndeksdə 2 olduğuna görə 7-ni 2-yə vururuq. Toplayanda Y3, X2 maddəsində 36 üstəgəl 14 nə qədər eləyəcək? 36 ilə 14-ü toplasaq 50 verər yəqin ki. Ümumi elektronların sayı 50-yə bərabərdir. Və deyir Y-in qısa elektron formulunu yaz. Y-in qısa elektron formulunu nə deyir? Y-ə uyğun iyonun qısa elektron formulunu yaz. Yaxşı, Y-ə uyğun elektron iyonu deyir. İndi mən Y-in bəyəxları elektron formulunu burada çıxartmışam. Müəllimlər yəqin ki, görürsünüz, burada gözümüzün qabağındadır. 1s2, 2s2, 2p6, 3s2 yazmışıq. Amma Y-ə uyğun iyon deyirsə, bayaq dediyim kimi, bax, Y hətta burada müsbət 2 olduğunu göstərmişdim. Niyə? Çünki Y-imiz metaldır, birləşmədə müsbət 2 göstərəcək. Müsbət 2 nə deməkdir? 2 elektron vermək. Deməli, Y-imiz 2 elektron verməlidir. Onda Y-imiz 3s2-dən 2 elektron versə, 3s0-a düşəcək. Onda elektron formulu olacaq 1s2, 2s2, 2p6. Bax, bununla da kifayətlənirik. Y iyonunun elektron formulu 1s2, 2s2, 2p6 şəklində yazmış olduq. Növbəti 15-ci çalışmaya davam edirik. Görək 15-də bizə nə deyir? Deyir, dövrü sistemdən göstərilmiş əsas yarımqrup elementlərinin protonların ümumi sayı 32 olarsa, X-in sıra nömrəsini və Z-in valent elektronlarının sayını tapın. Yaxşı, indi X-imiz 2-ci dövrdə yerləşir, Y-imiz də 2-ci dövrdə, Z-imiz isə 3-cü dövrdə yerləşir. Ümumiyyətlə, biz həmişə demişik ki, mənlər əsas yarımqrup elementlərində həmişə yuxarıdan aşağı düşəndə üzərinə 8 elektron gəlirik. Sağa doğru gedəndə hər dəfə bir vahid üzərindən 1 gəlirik. Sola doğru gedəndə isə 1 çıxırıq. İndi X-in sağında Y yerləşir. Məsələn, X-in protonlarının sayını X ilə inşa eləsək, X-in üzərinə 1, bunun da üzərinə 1 gəlib, daha sonra yenə də 1 gəlsə, yəni neçə addım gəldik? 1, 2, 3 addım gəldikdə başqa cür desək, yəni X-in üzərinə 3 gəlsə, Y-dəki protonların sayını tapmış olarıq. Deməli, Y-imiz X-3-ə bərabərdir. Daha sonra Z-i tapmaq üçün Y-in tən altında Z yerləşir. Deməli, Z-imiz əslində nəyə bərabərdir? Y-8-ə. Tən altına düşəndə üzərinə 8 gəlirik. Başqa cür desək, Z-imiz Y-8 isə, Y-in yerinə X-3 yaza bilərik. Çünki Y-imiz zaten X-3-dür də. Z bərabər olacaq, Y-in yerinə yazacaq X-3, onun da üzərinə 8 gəlsə, deməli, Z-imiz əslində X-11 oldu. Deməli, tapdıq ki, Z-imiz X-11-dir. Y-imiz də X-3-dür. İndi X-in protonları X-dir, Y-in protonları X-3-dür. Z-in protonları da X-11-dir. X-11-dir. Bunların cəmi mənə verməlidir. Cəm 32 proton, yəni protonların ümumi sayı 32-dir. Buradan 3x-imiz bərabər olacaq. 32-dən çıxacaq 13-ü. Bu da mənə verəcək 19. Bir dəqiqə baxaq.
daha doğrusu 14'ü çıxacaq, üzr istəyirəm. 14 çıxacaq 18, x-imiz bərabər olacaq 6. Deməli, x-in sıra nömrəsi 6-ya bərabərdir. X-in sıra nömrəsini soruşur, 6-ya bərabər olduğunu tapdıq. Z-in də valent elektronları, Z-in elektronların sayı x üstəgəl 11-dir. X-imiz 6-dırsa, 6-ın üzərinə 11 gəlsə, deməli, Z-in sıra nömrəsi 17 olacaq. O zaman Z-in elektron formulu 1s2, 2s2, 2p6, 3s2, 3p5 olar ki, toplayanda 17 rəqəmi versin bizə. O zaman Z-imiz 3s2, 3p5 isə 3-cü dövr 7-ci qrup elementidir. 7-ci qrup elementlərinin valent elektronlarının sayı qrupa uyğun 7 olacaq. Z-in valent elektronlarının 7, X-in də protonların sayının 6 olduğunu müəyyənləşdirmiş olduq. 15 bitəndən sonra keçirəm 16-cı çalışmamızın izahına. Buraları pozaq. Keçək 16-cı tapşırığa. Deyir ki, 4-cü dövr elementi isə yazıram 1s2, 2s2, 2p6, 3s2, 3p6. Mən bura 4s1 yaza bilərəm. Məsəl üçün, bu da əsas yarım qrupdur. 4-cü dövr 1-ci qrupun əsas yarım qrupudur. Onda 1-i bölərəm. Ümumi elektronların sayı nə qədər olacaq? Bax, toplasanız, burada zaten 10 dənə var. Burada da 8, 18, bir də burada 19. 1 19-a böləndə 20% eləmədim. 4s2 yazsaz da alınmayacaq. Çünki o zaman 2-ni böləcəksiniz. Ümumi elektronların sayı 20-yə. O da eləyəcək 10%. Deməli, bu da deyil. Onda belə çıxır ki, bu 3D10 tamamlanıbdır. Sonra 4P-yə keçilibdir ki, çünki əsas yarım qrup deyəndə S-lə P-nin, əsas yarım qrup deyəndə daha doğrusu ya S elementi ya da P elementi nəzərdə tutulur. İndi mən bunu P elementi kimi təsəvvür eləsəm, 4S-dən sonra 4P-yə hansı bir elektron yazmaq istəsəm, onda D-ni tamamlamalıyam da, 3D10 tamamlanmalıdır ki, 4P-yə keçid edə bilək. Onda düşünürük ki, hə, nə yazaq? Məsəl üçün 4P1 yazsaq, 3 dənə valent elektron olacaq. Valent elektron deyəndə S ilə P-nin cəmi toplanır. O zaman 3-ü də böləcəksiniz. Bax, bu qabağı əvvəlcədən bilək nə qədərdir? 1s2, 2s2, 2p6-da 10 dənədir. 3D10-da da 10 dənədir. 3s2, 3p6-da da 8 dənə. Elədi 28 dənə burada. Bax, düzdürmü? Bax, bura qədər 28-dir. Burada da 29, 30, 31 olacaq onda. 3 də 31-ə böləndə 20 eləmədi. O zaman 4s2, 4p2, yəni seçmə üsulundan hesablaya gedirsiniz də. Məsəl üçün 4 olsa burada valent elektronu, ümumi elektronların sayı 32 olacaq. 4 də 32-yə böləndə 20% verməyəcək. Yəni 4p3 yazsaz, məsəl üçün o zaman 5 dənə sonda valent elektron olacaq. O zaman 28-in üzərinə 5 gəlsək, verər bizə 33, 5 də 33-ə böləndə 20% eləmir. Yəni bu şəkildə hesablayanda gəlib görəcəksiniz ki, 4s2, 4p5 yazsanız, xarici təbəqədə 7 dənə elektron olacaq. Yəni valent elektronların sayı 7-dir. Ümumi elektronların sayı 28 burada var. Yəni qabaqda 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d10. Sən burada 28 dənə elektron var. 4s2, 4p5-də də 7 dənə elektron var. 28 ilə 7-nin cəmi mənə verəcək 35. 7-ni 35-ə bölüb 100%-ə vursaz, deməli bizə verəcək, ixtisar aparsaq, neçə eləyəcək? 1 bölünsün 5, yəni 20% verəcək, düzdürmü? Deməli, buradan həqiqətən tapdıq ki, xarici təbəqədəki elektronların sayı, ümumi elektronların, yəni 7 dənə xarici təbəqədə elektron var, ümumi elektronlar da 35-dir, 7 də 35-in həqiqətən 100%-ni təşkil eləyəcək. Yaxşı, bunu bildik. Aha, o zaman deyir ki, bu elementin P elektronlarının sayını tap. Bu elementin P elektronlarının sayını tapmaq üçün yönəyərəm mənimlər. Baxın, burada P-də 3P6-da 6 dənə, 2P6-da 6 dənə, 4P5-də də 5 dənə P elektronu var. Ümumilikdə nə qədər P elektronu olduğunu tapsaq, 6, 6, 12, 12-nin də üzərinə 5 gəlsək, nə qədər oldu? 12-nin də üzərinə 5 gəlsək, 17 dənə nə olacaq? P elektronu olacaq. İndi bu elementdə P elektronların sayı 17-yə bərabər oldu. Elektronlar olan orbitalların sayını tapdayana nə edirik? 1s2-də elektronları olan bir dənə S orbitalı var. 2s2-də bir dənə S orbitalı var, bir xana var ki, içərisi elektronlarla dolubdur. 2p6-da 3 dənə xana var, P-də axı bilirik 3 xana var. S-lərdə bir dənə xana, P-lərdə 3 dənə xana. D-də 5 dənə xana, S-də 1 dənə xana, 4P5-də də 3 dənə xana var. Üçü də neyinib? Elektronlarla dolubdur da, yəni elektronu olan xanalardır. Yəni bu xana deyəndə orbital nəzərdə tutulur. İndi ümumi elektronu olan orbitalların sayı nə qədər oldu? Gəlin toplayaq. 1, 2. 2-nin üzərinə buradakı 3-ü gəlsək 5, 1 burada gəlsək 6, 6 üzərinə 3 gəlsək 9, 9-un üzərinə 5 gəlsək 14, burada 1 var 15, 15-in də üzərinə 3 gələndə 18. Deməli, ümumi elektronları olan xanaların sayı, yəni orbitalların sayı 18-ə bərabərdir. Belə, bu sualı da bu şəkildə cavablandırmış olduq. 16 bitəndən sonra keçirik 17-ci çalışmamızın izahına. Davam edirik. 17-də bizə deyir ki, X atomudur. X atomunun ikinci təbəqədə 7 elektronu var, üçüncü təbəqədə elektronu yoxdur. İkinci təbəqədə 7 elektronu varsa, onda mən bunu yazaram 1s2, 2s2, 2p6 şəklində, daha doğrusu 2p5 şəklində, üzr istəyirəm. Çünki ikinci təbəqədə cəmi 7 dənə elektronu var, 2s2, 2p5, 7 dənə elektronu var, üçüncü təbəqədə isə ümumiyyətlə elektronu yoxdur. X-i bu şəkildə saxladıq.
Y gələndə Y deyir ki, 3-cü təbəqədə də elektronu var. Onda bunun ikinci təbəqəsini tamamlayıram. 1s2, 2s2, 2p6 şəklində. İkinci təbəqədə 8 dənə elektronu tamamladım. Sonra keçirəm 3-cü təbəqəyə. 3-cü təbəqədə 3s2 yazdıq. 14 dənə elektron olmalıdır. 3s2, 3p6 yazsaq neçə eləyəcək? 8. İndi mən 8-i 14-ə tamamlamaq istəyirəmsə, deməli neçə dənəsi çatmır? 8-i 14-ə tamamlamaq istəyirəmsə, 6-sı çatmır. Deməli 3d6-sı da var ki, bunun. 3-cü təbəqədəki elektronları toplayanda bizə cəm 14 elektron verdi. İndi biz də bilirik ki, 3d6-ya keçməmişdən qabaq biz nə etməliydik? 4s2-ni tamamlamalıyıq da. Elə bil 1s2, 2s2, 2p6, 3s2, 3p6 yazıb, sonra 4s2-ni tamamlayıb keçirib 3d6-ya. Düzdürmü? Deməli biz bunun artıq elektron formulunu müəyyənləşdirdik ki, 3d6 4s2 şəklində yazılmalıdır. Yaxşı. İndi bizə deyir ki, x-in və y-in S elektronlarının sayını tap. X-in S elektronları 1s2, 2s2, cəmi X-in 4 dənə S elektronu var. Bunu hamımız bilirdik. X-in 4 dənə S elektronu var. Y-in S elektronları 1s2-də 2 dənə, 2s2-də 2 dənə, 3s2-də 2 dənə, 4s2-də də 2 dənə. Toplayanda 8 dənə də S elektronu olacaq Y-in. Deməli, birinə 4, birinə də 8 dənə elektron yazmaqla biz tamamlaya bilərik sualımızın cavabını. Növbəti 18-ci çalışma ilə izahımıza davam edirik. Gəlin görək 18-də bizə nə deyirdi? 18-də bizə deyir ki, burada XO2 mənfi ionudur, XOH2 müsbət ionudur və ümumi elektronların sayı 76-dır. X-in elektronlarını X-la işarələyək. Üzərinə gələrək 1 oksigenin 8, 2 oksigenin 16 elektronu var. Mənfi bir yükləmə 1 elektron qəbul eləmək deməkdir. Birini də qəbul elədi, oldu X-də gəl 17. Üzərinə gəlirik XOH2 müsbət. X-in X qədər elektronu var. Oksigenin 8 elektronu var. Hidrogenin 1 elektronu var. 2 müsbət yükləmə nə deməkdir? Müsbət yüklənəndə elektronları verir, mənfi yüklənəndə elektronları alır. Müsbət yüklənibsə deməli elektronları verib. Deməli ikisini veribdir. Cəm elektronların sayı olub 76. İndi biz buradan hesablasaq 2x üstəgəl. Burada 16 üzərinə 1 gəlsək 17. Burada 1 var 18. 18-in üzərinə 8 gəlsək 26. Deməli 26-dan da 2-ni çıxsaq eləyəcək 24. Daha sonra 76-dan 24 çıxacaq tənliyi həll eləmək üçün. Haradasa bizə verəcək 52. Buradan x-imiz bərabər olmalıdır neçəyə? 26-ya. Deməli, x-in sıra nömrəsinin 26 olduğunu və ya protonların sayı 26 olduğunu müəyyənləşdirmiş olduq. İndi bizə deyir ki, x-in proton sayını tapdıq 26. X 3 müsbət ionunda D elektronların sayını tap. İndi x-imizin sıra nömrəsi 26-dır. Elektron formulu qısa şəkildə yazsaq, qabaqdan 1s2, 2s2, 2p6 zaten 10 dənəsi getdi. Sonra yazıram 3s2, 3p6 oldu 18. Sonra 4s2 yazıram 20. 6-ya tamamlamaq üçün 3d6 yazmalıyam ki, 26 elektron olsun, tamamlanmış olsun. İndi deyir ki, burada x3 müsbət ionunda D elektronların sayını tap. İndi biz bilirik ki, 3 müsbət yükləmə deməkdir, 3 elektron vermək deməkdir. Ümumiyyətlə, D elementləri elektron verən zaman əvvəlcə xarici təbəqədən verir, sonra keçir daxili təbəqədən verməyə. İndi x-imiz 3 müsbət yüklənəndə əvvəlcə xarici təbəqədən 2 dənəsini verəcək, olacaq 4s0. Sonra 1 dənəsini keçib daxili təbəqədən verəcək. O zaman 3d6 yox, 3d5 olacaq. Formul olacaq 3d5, 4s0 şəklində. İndi 3d5, 4s0 şəklində oldu mu? Oldu. İndi bizə deyir ki, burada nə qədər D elektron qalacaq? O zaman 5 dənə D elektronumuz qalacaq. İkinci sualın da cavabını 5 dənə D elektronu şəklində cavablandırdıq. Beləliklə 18-ci çalışmanı da yekunlaşdırmış olduq. 19-da deyir ki, X iyonu veribdir və fosfor iyonu verib. Fosfor iyonunda deyir elektronların sayı A çıxılsın 1-dir. Bayaqlar dediyim kimi protondan iyonun yükü çıxılanda həmişə elektronların sayını verir. İndi bizdə burada proton sayı 15-dir. 15-dən iyonun yükü, yəni mənfi 3 çıxanda bizə elektronların sayını verəcək. Bu da eləyəcək 18. Deməli, A çıxılsın 3 əslində 18-ə bərabərdir. Buradan A-mız bərabər olacaq. 18-in üzərinə 3 gəlsək 21-ə. İndi A-mız 21-ə bərabərsə gətirib burada A-nın yerinə 21 yazacaq. İndi X 3 müsbət yüklənibdir. İyonların sayı 21-dir. Proton sayını bilmirik nə qədərdir. Proton sayından iyonun yükü, yəni 3-ü çıxanda bizə verəcək elektronların sayı, yəni 21. Buradan protonların sayının 24 olduğunu tapırıq. İndi proton sayı 24 isə bayaq dediyim kimi həm 24, həm də 29-da deməli kürəsiyel simmetriyaya görə elektron formulu yazarkən S-də 2 tamamlamamış, S-i 1 yazıb keçirik D-ni tamamlamağa. O zaman mən bu X elementinin elektron formulu yazmaq üçün sıra nömrəsi 24-ə uyğun elektron formulu yazacağım. 1s2, 2s2, 2p6, daha sonra yazacağım 3s2, 3p6, düzdürmü? Daha sonra da 4s2 tamamlamamış 4s1 yazacağım və 3d
5 şəklində yazacağam. 3D5 4S1 24 üçün, 29 üçün isə 3D6, daha doğrusu 3D10 4S1 şəklində yazırıq. İndi 24 üçün 3D5 4S1, 29 olsaydı yenə deyirəm 3D10 4S1 yazardıq. İndi burada cütləşməmiş elektron deyəndə 3D5-də 5 dənə cütləşməmiş elektron, 4S1-də isə 1 dənə cütləşməmiş elektronumuz var. Ümumilikdə toplayanda 6 cütləşməmiş elektron olacaq. İndi 6 dənə cütləşməmiş elektronumuz olacaq və X elementi D elementidir və biz bilirik ki, D elementləri nədir? Metaldırlar və biz bilirik ki, metallar mənfi oksidləşmə dərəcəsini göstərə bilməzlər, minimalı 0 olur. Ona görə də X üçün minimal oksidləşmə dərəcəsi nə olacaq? Mənfi ola bilmədiyinə görə X üçün minimal oksidləşmə dərəcəsi 0 olacaq, çünki metaldır və X üçün də cütləşməmiş elektronların sayı cəmi 6-ya bərabər olacaq. Belə, 19-u da bu şəkildə tamamladıq. Keçirik 20-ci çalışmamızın izahına. 20-ci çalışmada bizdə yenə 24 veribdir, B2-dəndir, yəni B2 kimi. 24 isə biz bunu necə yazırdıq? Baxın, istəyirsiniz gəlin kənardan bir də yazaq. Dedim ki, 24-də küresel simmetriyaya görə elektron formulu yazarkən 1s2, 2s2, 2p6, 3s2, 3p6 yazırıq. 4s2 yazmamış, 4s1 yazıb, yəni s-i 2-yə tamamlanmamış 4s1 yazıb, sonra keçirdik 3d5-ə. İndi burada birinci təbəqə, ikinci təbəqə bizdən soruşulmur. Bu A üçüncü təbəqəni göstərir. Çünki bax, bu birinci təbəqə, bu ikinci təbəqə, üçüncü təbəqə. Üçüncü təbəqə hansı təbəqədir? Bax, bu təbəqədir. Burada neçə elektron görürük? 3s2, 3p6, 3d5. S-də 2 dənə, P-də 6 dənə, toplayanda 8 dənə, 8-in üzərində də 5 gələndə bizə verəcək 13. Deməli, A-mız 13-dür. Yəni, üçüncü təbəqədə 13 elektron var. B isə dördüncü təbəqəni göstərir. Dördüncü təbəqədə cəmi 1 elektron var. 4s1-imiz də 1-ə bərabər olacaq. Və deyir ki, bu atomda tək elektronların sayını tap, bayaqlar tək elektronların sayını tapmışdıq. D-də 5 dənə, S-də isə 1 dənə, cəm 6 dənə tək elektronumuz olacaq. O zaman mən 13, 1 və 6 şəklində bu sualları cavablandırmış oluram. 21-ci çalışmanın izahımıza davam edirik. Bu hissələri pozuruq, keçirik 21-ci çalışmamızın izahına. İzahımıza davam edirik. 21-ci çalışmada bizə 2 dənə element verib, X elementi, Y elementi. Birinci dəfədə onu demək istəyirəm ki, mənlər maksimum həyəcanlamada D-yə elektron verənlər ya 5-ci qrup, ya 6-cı qrup, ya da 7-ci qrup elementi olmalıdır. Deyərsiniz, indi hardan bildik ki, bu belə ola bilər? Deməli, əməllər, məsəl üçün deyək ki, bu element 4-cü dövr elementi olsa, elektron formulu olacaq 3s2, 3p2. Bu zaman həyəcanlamada S-dən P-yə verəcək, D-yə verməyəcək. Maksimum həyəcanlamada D-yə elektron vermək üçün ya bu 5-ci qrup, ya 6, ya da 7-ci qrup elementi olmalıdır. Məsəl üçün, mən X-i 5-ci qrup elementi, ya Y-i hər hansısa birini də deyək 5-ci qrup elementi düşünsəm, onda yazaram 1s2, 2s2, 2p6, sonra yazaram 3s2, ondan sonra yazaram, deyək ki, 5-ci qrup düşünürəmsə, daha doğrusu, 5-ci qrup düşünürəmsə, 3s2, 3p3, 3d0 düşünərəm. Düzdürmü? O zaman həyəcanlanma zamanı P-dən D-yə verə bilməyənə görə S-dən verəcək. Olacaq 3s1, 3d1. O zaman S-də də sonuncu təbəqədə 1 elektron olacaq, D-də də 1 elektron olacaq. S-dəki elektronların sayı D-dəki elektronların sayına bərabər olacaq. Burada isə bizə deyir ki, S D-yə bərabər olmasın. Birində D S-dən 1 vahid çoxdur, birində isə 2 vahid çoxdur. Onda mən bu elementi düşündüm ki, 6-cı qrup elementidir. Yaxşı, onda 6-cı qrup olsa 3s2, 3p4 düşünərəm. Həyəcanlama zamanı birinci həyəcanlamada P-dən D-yə bir dənəsini verəcək. Olacaq 3s2, 3p3, 3d1. İkinci həyəcanlamada isə 3s2-dən bir dənəsini D-yə verəcək. Olacaq 3p-s1, 3p3, 3d2. Aha, bu şəkildə olacaq. Və sonuncu təbəqədə S-də bir dənə elektron olacaq, D-də isə 2 dənə elektron olacaq. D-dəki elektronların sayı, S-dəki elektronların sayı 1 vahid çox olacaq. D-də 2, xarici təbəqədə. S-də isə xarici təbəqədə 1 elektron var. Deməli, D S-dən 1 vahid böyükdürsə, deməli bu Y-i göstərir. Onda Y-imiz olacaq hansı 6-cı qrup elementi. Deməli, Y-imiz oldu 3-cü dövr 6-cı qrup elementi. Gəlin rəngi belə eləyək. Y-imiz oldu 3-cü dövr 6-cı A qrup elementi. O zaman Y-imiz 3-cü dövr 6-cı qrup elementi isə X-imiz 7-ci qrup elementi olacaq. Niyə? Çünki, məsəl üçün, 3S2, 3P5 yazsam, birinci həyəcanlamada P-dən D-yə verəcək. Olacaq 3D1, 3P4. Daha sonra ikinci həyəcanlamada P-dən bir dənəsində verəcək. 3P3, 3D2 eləyəcək. 3D2 olacaq. Üçüncü həyəcanlamada isə S-dən bir dənəsində verəcək D-yə. Olacaq 3S1, 3P3, 3D3. Göründüyü kimi artıq burada nə baş verdi? Maksimum həyəcanlamada D-də 3 elektron, S-də isə 1 elektron oldu xarici təbəqədə. Və D elektronların sayı S elektronların sayından xarici təbəqədə 2 vahid böyük oldu. Deməli, X-imiz 7-ci qrupu təmsil edir. 3-cü dövr 7-ci qrupun əsas yarım qrupunu təmsil edir. Belə, bunları da neylədik? Müəllimlər müəyyənləşdirmiş olduq. İndi 21-də bizə növbəti halda deyir ki, X-in baş oksidi. X-imiz nə oldu? 3-cü dövr
7-ci qrupun əsas yarım qrup elementi. 7-ci qrup əsas yarım qrup elementləri 7 variantli, daha doğrusu maksimum üzr istəyirəm, müsbət 7 oksidaşma dərəcəsi göstərinə görə əmələ gələn birləşmə X2O7 olacaq. Y-ə də gələndə deyir Y-in hidrogenli birləşməsi. Y-imiz 3-cü dövr 6-cı qrup elementidir, yəni kükürdür. Kükürdün hidrogenli birləşməsi H2S-dir və yaxud da ki YH2 şəklində yaza bilərik. Beləliklə 21-ci çalışmanı da tamamlamış olduq. Keçirik 22-ci çalışmaya. 22-ci çalışmada dəm qazı verib və burada karbon 12 və 13 izotoplarını veribdir. Deyir 11,2 litrinin kütləsi 14,2 qramdır. Və ilkin qarışıqda karbon 13 olan, yəni CO-nun mol payını faizlə və qarışığın tam yanmasına alınan qarışığın kütləsini qramla müəyyənləşdirin. Deməli, əlimizdə var karbon 13, CO belə bir maddə var. Bir də karbon 12 izotoplu CO maddəsi var. Biri X mol deyək, biri Y mol deyək. Bunların cəmi neçə olacaq? 0,5 mol. Niyə? Çünki ikisi birlikdə 11,2 litrdirsə, bu 0,5 mola işarə edir. Birindən X mol, birindən Y mol götürsəm, ikisi birlikdə 0,5 mola bərabər olacaq. İndi birincinin kütləsini tapmaq üçün oksigen 16-dır, karbon da 13-dür. Toplayanda 29 eləyəcək. Birincinin kütləsi 29X, ikincinin də kütləsi toplayanda 28Y qram eləyəcək. Bunların ikisinin kütləsi cəmi mənə verəcək neçə? 14,2 qram. Deməli, belə bir sistem tənliyi keçid elədik. X-lə Y-in cəmi 0,5-dirsə, X-imiz bərabər olacaq 0,5 çıxılsın Y. Bunu gətirib aşağıda yerinə qoyaq. Bax, burada yerinə qoyaq. Yazaq 29 vurulsun. X-in yerinə yazaram 0,5 çıxılsın Y. Üzərinə 28Y gələndə bizə 14,2 qram verdi. İndi buradan tənliyi həll edəndə Y-imiz bərabər olacaq. 29-u 0,5-ə vursaq, gəlin görək bizə neçə verəcək. Deməli, 29-u vuraq 0,5-ə, elədi 14,5, çıxanda 14,2, 0,3 elədi. Y-imiz deməli 0,3 mola bərabərdir. Y-imiz 0,3 molsa gətirib burada yerinə qoyanda o zaman X-imiz də 0,2 mola bərabər olacaq. Belə, artıq müəyyənləşdirdik. İndi deyir ki, ilkin qarşıda karbon 13-ün mol payı. Karbon 13-imiz X moldur. X-imiz 0,2 moldursa, 0,2 mol ümumi qarışıq 0,5 molun neçə faizini təşkil edir? Təbii ki, 40%-ni təşkil edəcək. Sonra deyir ki, qarışığın tam yanmasına alınan qarışığın qaz qarışığının kütləsi. İndi bu qarışıq tam yananda, müəllimlər bilirsiniz ki, CO yananda CO2 əmələ gətirir. Bax, CO-dan həmişə CO2 əmələ gəlir. İndi X mol CO, X mol CO2 əmələ gətirəcək. Bax, buradan CO2 əmələ gələcək, amma karbon 13 izotopu ilə. Y mol CO da Y mol CO2 əmələ gətirəcək. Bu da 12 izotopu ilə. İndi CO2-nin emiri 44-dür. 44-dür. Və 12 olanın emiri 44-dür. Və 12 olan da Y molan işarə eləmişdir, düzdürmü? Y molumuzda 0,3 mol tapdıq da. Deməli, karbon 12 olan var. Bax, bununla işarə eləyək. Gəlin, siz fərqli rənglə götür. Bax, bu var ha, Y mol. Bax, Y tapmışıq neçə? 0,3 mol. 0,3 mol CO-dan 0,3 mol CO2 əmələ gələcək və 12 izotoplu. CO2 12 izotopla 44-dür. 44-dən 0,3 mola vuranda, gəlin görək kütləsi nə qədər eləyəcək. 0,3 vurduq. 44 elədi 13,2 qram. Deməli, 13,2 qram birindən olacaq. CO digəri CO2-yə çevriləndə 13 izotoplu X mol 13 izotoplu CO2 əmələ gələcək və 13 izotopludirsə, onun da kütləsi olacaq 45 qram. İndi X molu da mən tapmışam 0,2 mol. 0,2 mol 45 qramlıq, yəni 13 izotoplu CO2 əmələ gələndə 0,2-ni də vuranda 45-ə mənə verəcək 9 qram. Deməli, birindən 9 qram, birindən də 13,2 qram oldu. Toplayanda 9 ilə 13,2-nin cəmi mənə verəcək 22,2 qram. Deməli, əmələ gələn karbon qazının ümumi kütləsi 22,2 qrama bərabər olacaq. Belə, bunu da bax bu şəkildə müəyyənləşdirmiş olduq. Növbəti digər tapşırıqla izahımıza davam edirik. 23-cü izahımıza davam edirik. 23-də bizə deyir ki, X elementi, X-in deyir 9 dənə cüt elektronlu orbital var. Onda X-i yazaram 1s2, 2s2, 2p6, hələ ki yazaq, 3s2, 3p yazaq, tutalım 6. İndi gəlin sayaq. 1s2-də bir dənə cüt elektronlu orbitaldır. Çünki bir dənə xanada içində də 2 dənə cüt elektronumuz var və bir cüt elektronlu orbital hesab olunur. 2s2-də bir dənə cüt elektronlu orbital var. 2p6-da 3 dənə orbitaldır. Üçün də içərisində cüt elektronlarla dolubdur. 3 dənə orbital var. 3s2-də bir dənə orbital var, elektronlarla dolubdur. 3p6-da da 3 dənə orbitaldır. Üçü də cüt elektronlarla dolubdur. Hesablasaq 9 dənə cüt elektronlu orbitalımız oldu. Əlavə 4s1 yazsaq, 4s1-də də bir dənə tək elektronlu orbitalımız var. Deməli, elektron formumuz 3s2, 3p6, 4s1 oldu. Yəni, X elementi 4-cü dövrdə 1-ci qrupun əsas yarım qrupunda yerləşdi.
İrqidə isə deyir 7 dənə cüt elektronlu orbital var. Onda gəlin yazaq. 1s2, 2s2, 2p6, 3s2 yazaq hələ ki. 1s2-də bir dənə cüt elektronlu orbital. 2s2-də bir dənə xanadır, o da cüt elektronla dolub. 2p6 3 dənə xanadır, üçü də cüt elektronlarla dolub. 3s2-də bir dənə xanadır, bir də cüt elektronlarla dolubdur. Oldu neçə? 6, mənə 7 lazımdır. Onda mən 3p4 yazaram. Ne deyirsiniz 3p4-ü niyə yazdım? Baxın 3p4-də xanaları çəkdim. 4 dənə elektron var. Birinci tək yazdım, tək-tək doldurdum. Sonra növbətisini cütləşdirəndə görürsünüz ki, bax burada cütləşdi. 2 dənəsi tək qaldı. Bir dənə cüt elektronlu orbital yarandı burada. Bir dənə cüt elektronlu da, 2 dənə də tək elektronlu orbital. Toplayanda 1, 2, 3, 4, 3 də burada 7. 7 dənə cüt elektronlu orbitalımız oldu. 2 dənə də tək elektronlu orbitalımız oldu. Düzdürmü? Deməli, Y elektron formulu 3s2, 3p4-dür. Yəni 3-cü dövrdə 6-cı qrupun əsas yarım qrupunda yerləşir. Deyir, X və Y-in əmələ gətirdik birləşmənin kimya formulunu yaz. İndi X-imiz metaldır, birinci qrupun əsas yarım qrupudur və birləşmələrdə müsbət bir oksidaşma dərəcəsi göstərəcək. Y-imiz 3-cü dövr 6-cı qrup elementidirsə, qeyri-metaldır. Qeyri-metal metalla birləşmə yanında mənfi oksidləşmə dərəcəsi göstərir və minimal göstərir. Və 6-cı qrup üçün minimal 6 çıxılsın 8 mənfi 2 olacaq. Deməli, Y-imiz mənfi 2 oksidləşmə dərəcəsi göstərəcək X-dan birləşmə əmələ gətirəndə. Onda əmələ gələn birləşmənin formulu Y-in ikisi X-in indeksinə düşəcək, X-in də biri Y-in indeksinə düşəcək. Əmələ gələn maddənin formulu X2Y maddəsi olacaq. Deyək ki, indi bunun 0,5 molda olan elektronların sayını tap. İndi X-in neçədən elektronu var? 4s1 ilə tamamladıqsa, deməli bunun 1s2, 2s2, 2p6 10 dənə, 3s2, 3p6 8, üzərinə də bir gəldi 19. X-in 19 elektronu var, 2 molda, X-in axı indeksində 2 var. 19-u 2-yə vursaq 38 elektron, 38 mol elektron olacaq. Deməli, üzərinə də gələcək Y-in elektronları. Y-də 3s2, 3p4-dür, 3-cü dövr 6-cı qrup elementidir və onun da 16 dənə elektronu var. 38-in üzərinə 16 gəlsək, bizə verəcək 54 mol elektron. 1 molunda 54 mol elektron varsa, burada bizə deyir ki, 0,5 molunda, yəni yarısında. Onda 0,5 molunda da 27 mol elektron olacaq. Bu sualın da cavabını 27 mol elektron kimi cavablandırmış olduq. Belə. Müəllimlər, bunların hamısını bitirdik. Dövrü qanun bitdi. Ondan qabaq ilk anlayışlarla Avogadronda yükləmişdim. YouTube-da var. Növbəti digərlərinin də mütləq izahlarını çəkib YouTube səhifəmə yerləşdirəcəm. İzləsəniz, oradan görərsiniz hamısını.